Müəllimin əsas vəzifəsi dərs demək və bilik aşılamaqdır. Lakin məktəblərdə artan hesabat və sənədləşmə tələbləri müəllimin vaxtını dərsdən ayırır və bu, təhsilin keyfiyyətinə səhvsiz şəkildə mənfi təsir göstərir. Müəllimlər bu durumdan nə qədər narazı qalsalar da, çıxış yolu tapa bilmirlər. Mövzu ilə bağlı Milli Məclisin 5-ci çağırış deputatı əməkdar müəllim Sona Əliyevanın fikirlərini dinləyək. Məktəbdə müəllimin rolu sadəcə bilik ötürməkdən ibarət deyil. Məktəbdə müəllimin rolu şagirdin düşüncəsini, emosional və sosial inkişafını formalaşdırmaqdır, onu dəstəkləməkdir. Və belə bir rolu həyata keçirmək üçün isə müəllimə həm müəyyən zaman, həm öz diqqətini fokuslamaq, eyni zamanda da psixoloji resurslarının tam olması vacibdir. Və məktəbdə bu balans tamamilə pozulub. Niyə? Ona görə ki, müəllimin vaxtı daha çox hesabatlara, sənədləşməyə və digər bürokratik tələblərə yönəlir və nəticədə də müəllim dərs demək və bürokratik tələbləri yerinə yetirmək arasında bir növ qalır. Və bu zamanda müəllim baxır ki, onun nəticələrinin qiymətləndirilməsi daha çox bürokratik tələblər üzərindəndir. Ona görə də bütün fikrini, bütün diqqətini ayırır bu yönə və nəticədə nə baş verir? Nəticədə dərsin keyfiyyəti, tədrisin keyfiyyəti zəifləyir. Və bu cür yüklənmə, müəllimi bu cür lazımsız işlərlə yüklənmə, müəllimi həm də emosional və zehni olaraq tükəndirir, yəni yorur. Nəticədə müəllim əlbəttə ki, yaradıcı ola bilmir, reflektiv ola bilmir. Ümumiyyətlə, dərs prosesi mexanikləşir, şagirdlə canlı ünsiyyət zamanla zəifləyir. Yəni, bilirsiniz, proses axı təkcə müəllimlə də məhdudlaşmır. Çünki müəllim yükləndi. Müəllimin yüklənməsi nəticəsində nə baş verir? Şagirdin motivasiyası, dərsə marağı azalır, öyrənmə nəticələri aşağı düşür. Ümumiyyətlə, müəllimin inzibati yüklənməsi, bürokratik tələblərlə yüklənməsi gətirib çıxardır tədrisin keyfiyyətinin aşağı düşməsinə. Ona görə də müəllimi yükləmək yox, müəllimə öz psixoloji, emosional, fiziki balansını qorumaq üçün əksinə onu dəstəkləmək lazımdır. Ona görə də düşünürəm ki, indiki bürokratik tələblər əsasında qiymətləndirmə bizim real təlim nəticələrimizi əks etdirmir. Yəni, müəllimin nəticəsi onun daha çox bu kimi işləri görməsi ilə dəyərləndirilir, nəinki şagirdin